Salam aleykum. Lap aşağıda yazıb ki 60 qram karbon hidrogenlə reaksiyasından karbon üstə gələ hidrogen əmələ gəlir CH4. Biz bu reaksiyanın istilik effektini bilmirik ki hesablayaq. Bu reaksiya nədən ötəri verib? Yazıb CO-nun əmələ gəlmə istəyi 110-dur. CO-nun üstünə 110 yazırıq. Əmsalı olsaydı vuracaqdıq. Suyun əmələ gəlmə istəyi 286-dır. Yazıram üstünə. Əmsalı olsa vuracaqdım. Bəsit maddəyə baxılmır. Ancaq bunun əmələ gəlmə istəyini bilmirəm. Və bir neçə əmələ gəlmə istəyi veriləndə istilik effekti -251 bərabərdir sağdakı çıx soldakılar, yəni XP soldakiların cəmi. Buradan -251 bərabərdir. 110 çıx X çıx 286. Buradan X keçir sol tərəfə müsbət olsun, çünki məhsul müsbət olmalıdır. 251 də mənfidir, keçir müsbət olub sağ tərəfdə toplanır. Deməli 110-dan çıxıram 286-nı, üstünə gəlirəm 251-i. Eli 75. Deməli metanın əmələ gəlmə istəyi 75-dir. Və əgər əmələ gələnin əmsalı 1-dirsə, istilik effekti əmələ gəlmə istəyinə bərabərdir. Buradan da 60 qram karbonun hidrogenlə reaksiyada neçə kilojul istəyirlər? 12 qramla 75. Buradan da deməli ixtisar 60-12-yə böləndə eləyir 5. 5-i də vururam 75-ə. Doğru cavab 375 edəcək.